Sağlam səhər. Sizin sağlam seçiminiz. Sponsor Başa Sığorta. Sağlam Radioda gününüz aydın olsun dostlar. Paşa Sığortanın sponsorluğuyla bugün Sağlam Səhər efirdədir. Olduqca maraqlı bir mövzumuz var Sağlam Səhərdə. Mənim üçün də çox fərqli bir mövzudur. Bu isə o deməkdir ki, biz birlikdə öyrənəcəyik. William Gibson deyirdi ki, gələcək artıq gəlib, sadəcə o hələ bərabər paylanmayıb. Hər kəsə möhtəşəm, enerjili və ən əsası sağlam bir səhər arzuluram. Ekranda, radioda, daha doğrusu tibb dünyasında bugün çox maraqlı bir mövzudan danışacaq. Sağlam səhər verilişində bugün tibb tarixinin ən maraqlı tibbi rəqəmsal əkiz sistemini müzakirə edirik. Bizi bu gələcəyə aparacaq. Bələdçimiz isə bugün Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmovadır. Sevinç xanım, sabahınız xeyir olsun, xoş gəlmisiniz. Sabahınız xeyir, təşəkkür edirəm. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Siz də yazın. Gəlin birlikdə öyrənək ki, bugün rəqəmsal, belə deyim, tibbi rəqəmsal əkiz sistemi əslində nə deməkdir? Siz də suallarınızı yazıb soruşa bilərsiniz. Sevinç xanım, gəlin etiraf eləyək ki, artıq həyatımızın, belə deyim, hər sahəsi rəqəmsallaşıb. Bir neçə il əvvəl, məsələn, həkim növbəsinə onlayn bir yazılmaq, analiz nəticələrini telefonda görmək bizim üçün bəlkə də əl çatmaz səslənirdi, qeyri-adi səslənirdi. Amma artıq elə bir sürətlə irəliləyirik ki, hətta texnologiyanın sürətinə biz çox çətinliklə çatırıq. Baxın, tam bu nöqtədə çox maraqlıdır ki, son illərdə səhiyyədə rəqəmsallaşma da bu qədər sürətlənib. Tibbi rəqəmsal əkiz sistemi, bəs bu transformasiyanın hansı mərhələsini ifadə edir? Nədir? Təşəkkür edirəm sualınız üçün. Qeyd edeyim ki, vurğuladığınız kimi həqiqətən də son illər ümumiyyətlə dünyada qloballaşma çərçivəsində Azərbaycanda da rəqəmsallaşma məsələləri gündəmə gəlib, o cümlədən də səhiyyə sahəsində artıq biz bunu sizin proqramda da müzakirə eləmişik. Elektron reseptin yaradılmasıdır, elektron xəstəlik vərəqələrinin artıq fəaliyyət göstərməsidir. Artıq elektron xəstəlik vərəqələrindən əlavə kağız daşıyıcıda heç bir xəstəlik vərəqəsi yoxdur. Epiqrizlərin elektronlaşması, bəli, artıq bütün bunların fonunda da tibbi rəqəmsal əkiz sistemi də gündəmə gəlir. Elə tibbi rəqəmsal əkiz sisteminin də ana strukturunu bütün bu sistemlərdən toplanan məlumatlar təşkil edir. Daha biraz dərinə getsək, çünki belə deyim də, bizi dinləyən hər bir vətəndaş, xüsusən də səhər tezdən işə tələsən, sükan arxasında olan dinləyicilərimiz ilk növbədə biraz egoistcəsinə bəlkə səslənir. Hər kəs öz sağlamlığını və rahatlığını düşünür və böyük elmi terminlərdən uzaqlaşsaq, sadə dildə izah etsək, yəni bu sistem vətəndaşın həyatında konkret nəyi dəyişəcək? Cibimizdə, yəni gündəlik həyatımızda biz bunu necə hiss edəcəyik? Təbii ki, çox şey dəyişiləcək. İlk öncə onların həyatı rahatlaşacaq. Yəni sağlamlıq məlumatlarının əldə edilməsi baxımından həm də təhlükəsiz şəkildə fərdi sağlamlıq məlumatına çıxışın əldə edilməsi baxımından tibbi rəqəmsal əkiz sisteminin rolu böyük olacaq. Qeyd edeyim ki, burada elə adından göründüyü kimi də, elə ondan başlayaq ki, tibbi rəqəmsal əkiz sistemi özü vətəndaşların fərdi sağlamlıq məlumatlarının toplanmasıdır, onların emal edilməsidir və təhlükəsiz şəkildə səhiyyə iştirakçıları arasında mübadilə edilməsini təmin edən bir rəqəmsal ekosistemdir. Bu məqamda Sevinç xanım, hər birimizin ümumiyyətlə bu illər ərzində mütləq qarşılaşdığı, biraz da canımızı sıxan məşhur bürokratik bir məqamlar var bu bütün dünyada. Məsələn, biz bir xəstəxanada analiz verirdik, sonra başqa bir həkimə və yaxud da fərqli klinikaya gedəndə ya o kağızları qovluqlarla daşıyırdıq və yaxud da həmin analizi bir də vermək məcburiyyətində qalırdıq. Belə başa düşürəm ki, bu texnologiya bizi bu dərddən qurtaracaqmı? Yəni tətbiq olunandan sonra, məsələn, götürən mənim tibbi məlumatlarım müxtəlif xəstəxanalarda ayrı qalacaq, yoxsa hamısı vahid bir platformada toplanacaq? Təbii ki, bu tibbi rəqəmsal əkiz sisteminin yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, siz özünüzə aid olan sağlamlıq məlumatlarınızı
fərdi şəkildə strukturlaşdırılmış bir formada vahid bir platformadan əldə edəsiniz. Tipli rəqəmsal əkli sisteminin başlıca funksiyası bundan ibarətdir. Yəni bu sizin hansısa tip müəssisəsinə müraciət edib analizlər verirsiniz. Burada müəyyən radioloji müayinələrdən keçirsiniz, tibbi müayinədən keçirsiniz. Sizə hər hansı reseptlər yazılır, sizə dərmanlar tövsiyə edilir və bunların hər biri ayrı-ayrı sistemlər yerinə vahid bir sistemdən asan və təhlükəsiz şəkildə təmin edilməsi böyük üstünlük hesab olunur. Düşünün, əvvəllər radioloji müayinələrə insanlar müraciət edirdi. Ən elementar və böyük skrin görüntülər, radioloji müayinənin nəticələri iri papkalarda daşınırdı və çox hələ də evimizdə papkalar dayanır. Bəli, o qalır, saxlanılır. Həm vətəndaş baxımından, həm də onun ayrı-ayrı tip mərkəzlərinə götürülməsi. Ola bilər ki, o filmdir, körlana bilir onun materialı elədir ki, və orada bir körlanması da böyük bir xətaya səbəb ola bilər. Onun müayinənin vizual təhlil edilməsi baxımından. Bu baxımdan tipli rəqəmsal əkli sistemin ən böyük üstünlüklərindən də biri ondan ibarətdir ki, radioloji müayinələrin görüntüləri, hətta onun ən xırda incəliklərinə qədər həkimlər tərəfindən müayinə edilə bilir. Bu da vətəndaşa da plusdur ki, o artıq heç bir sənəd daşımaq məcburiyyətində deyil. O sadəcə olaraq tətbiqi, tipli rəqəmsal əkli sisteminin tətbiqi vasitəsilə həm məlumatı həkimə ötürə bilir. Çünki bəzən olur ki, bir də görürsünüz, analizlər itir, həkim pasiyentin özündən onun tarixçəsi haqqında soruşanda belə də tam xatırlamadığı anlar olur. Bütün bunların hamısı artıq bu sistemlə aradan qalxır. O vahid sağlamlıq məlumat məkanı dediyimiz də budurmu elə? Yəni tibbi rəqəmsal əkli sistemi bu yanaşmanı belə deyim, daha çox nəzəri yox, praktiki reallığa çevirir. Bəli, təbii ki, tipli rəqəmsal əkli sistemi daha öncə də qeyd etdiyimiz kimi bütün fərdi sağlamlıq məlumatlarının bir sistemdə toplanmasıdır və təhlükəsiz şəkildə onun çıxışını təmin etməkdir. Yəni çıxışını təmin etmək dedikdə burada daha aydınlıq gətirim. Tutaq ki, siz həkimə müraciət etmisiniz və o sizi müayinə edir. Sizin təbii ki, müayinə əsnasında daha öncəki məlumatlarınız var ki, tibbi məlumatlarınız, digər həkimlərin müayinəsindən keçmisiniz. Onlar sizə nəsə diaqnozlar qoyub, nəsə müalicələr təyin edib. Və yeni müayinədə də sizin daha öncəki müayinə nəticələriniz rol oynayır. Çünki orada sizə müəyyən bir preparatlar yazılıb. Bütün məlumatlar həkimə əlçatan olsun deyə siz öz məlumatlarınızı həkimlə paylaşırsınız. Həmin tətbiqi üzərindən və həkim üçün əlçatan olur. Sizin üçün də təhlükəsiz çıxış təmin edilmiş olur. Ki, yəni məlumatlar təhlükəsiz şəkildə qorunur və onun mübadilə edilməsidir. Və bəli, istədiyiniz şəxslə də onu paylaşa bilirsiniz. Hər birimizin evində mütləq şəkildə o rəflərin küncündə köhnə analizlər, rentgen kağızları və həkim reseptləri ilə dolu bir qovluq var. Buna əminəm və hər dəfə də yeni həkimə gedəndə ağır qovluğu özünüzlə daşımaqdan yorulmusunuz. Baxın, bugün danışdığımız sistem məhz bu problemi kökündən həll edir. Bəs sizin bu rəqəmsallaşma ilə bağlı suallarınız varmı? Virtual tibbi əkiziniz haqqında nələri bilmək istəyirsiniz? Sualları kağıza yox, birbaşa ağlı telefonunuzda 05593 490 93 WhatsApp nömrəsinə yazıb göndərə bilərsiniz. Rəqəmsal Səhiyyə Mərkəzi mütəxəssis Sevinc Bəhərəmova sizin suallarınızı cavablandıracaq. Sırada isə Sağlam Şəhər rubrikamız var. Gəlin birlikdə dinləyək. Daha sonra efirimizə qaldığımız yerdən davam edəcəyik. Sağlam Radio. Gəzinti üçün təhlükəsiz piyada yolları, velosiped üçün ayrılmış zolaqlar, evin yaxınlığında əlçatan idman meydançaları. Bunlar təsadüfi deyil, sağlam bir şəhərin planlaşdırılmış elementləridir. Gəlin, 2026-cı ildə şəhərsalma və memarlıq ilində daha aktiv, daha sağlam bir həyat tərzi üçün şəhərimizi birlikdə quraq. Səhiyyə Nazirliyi çağırış edir. Sağlam şəhər, sağlam həyat. Sağlam Radioda sağlam xəbər.
İmmunosupressiv dərmanların eyni dozada müxtəlif insanlarda fərqli təsir göstərməsi bir sıra amillərlə bağlıdır. Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının baş direktoru Mətanət Axundovanın dediyinə görə, genetik xüsusiyyətlər, qaraciyər və böyrək fəaliyyəti, yaş, cins, bədən çəkisi və ümumi sağlamlıq vəziyyəti bu təsiri dəyişə bilər. Onun sözlərinə görə buna görə də belə dərmanların dozası hər xəstəyə fərdi şəkildə seçilməli və müntəzəm laborator nəzarətdə saxlanılmalıdır. Antibiotik qəbul edərkən spirtli içkilərlə bağlı ehtiyatlı olmaq lazımdır. Həkimlərin dediyinə görə bir çox antibiotiklə spirt birbaşa problem yaratmasa da, bəzi preparatlarla bu təhlükəli ola bilər. Xüsusilə metronidazol və tinidazol tərkibli antibiotiklər qəbul edən şəxslərə spirtli içkilər qəti tövsiyə olunmur. Bildirilir ki, linezolid və sefalosporin, sefatifan tərkibli dərmanlarda da spirt qəbul edildikdə ürək bulanma, qızartı, baş ağrısı və nəfəs darlığı yarana bilər. Chia toxumu son illər sağlam qidalamada ən çox istifadə olunan məhsullardan birinə çevrilib. Mütəxəssislərin fikrincə bu toxum omega-3 yağ turşuları, lif, vitamin və minerallarla zəngindir. Onların dediyinə görə chia toxumu ürək-damar sistemini qorumağa, həzmi yaxşılaşdırmağa və uzun müddətli toxluq hissi yaratmağa kömək edir. Kiçik ölçülü olsa da gündəlik qidalanmada enerji və qida dəyəri baxımından faydalı seçim hesab olunur. Sağlam səhər. Bütün ailəniz burada sağlam olacaq. Sağlam səhər. Sağlamlıq üçün lazım olan hər şey. Sponsor Başa Sığorta. Əlbəttə ki, sağlamlığınız üçün lazım olan hər bir şey Sağlam Radio 93 FM-dədir. Siz də bizim efirimizə qoşula bilərsiniz. Paşa Sığortanın sponsorluğu ilə bugün 93 FM-də tibbi rəqəmsal əkiz sistemindən danışırıq. Bizim üçün yeni bir sistemdir və qonağımız Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmovadır. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Sevinc xanım, düzdür, biz bayaqdan danışırıq ki, artıq bu qovluqlar tarixə qovuşur, bütün hər şey onlayn bir platformada olacaq, amma yenə də bir dinləyicimiz bizə bir sual yazır. Deyir, düzdür, siz bayaqdan danışırsınız, amma mən yenə də narahat qaldım, əmin olmaq istəyirəm ki, həkim qəbuluna gedəndə əvvəlki analizlər və tibbi sənədləri özümüzlə aparmağa ehtiyac varmı, yoxsa yox? Sual üçün təşəkkür edirəm. Qeyd edeyim ki, xeyr, sizin kağız daşıyıcıda olan mövcud tibbi məlumatlarınız, o cümlədən analizləri həkim qəbuluna gedən zaman daşımağa ehtiyac yoxdur. Çünki bunların hamısı tibbi rəqəmsal əkiz sistemində əks olunur. Bu fərqi yoxdur, siz dövlət tibb müəssisəsinə müraciət etmisiniz, yoxsa özəl tibb müəssisəsi, fərq etməz. Hər bir məlumatınızı tibbi rəqəmsal əkiz sistemindən təhlükəsiz, asan şəkildə əldə edə bilirsiniz və onları da müayinə həkiminizə təqdim etməklə daha effektiv müalicəyə nail olacaqsınız. O zaman dövlət və özəl müəssisə fərq etmədən artıq biz bu sistemdən yavaş-yavaş... Bəli, bütün tibb müəssisələrinin məlumatları doğrudur. Hal-hazırda biz artıq tam yekunlaşmayıb inteqrasiyaları var. Təbii ki, indi bu yeni bir mərhələdir. Bunu mən düşünürəm ki, dinləyicimiz artıq bütün məlumatlar ötürülür həmin sistemə. Bu da yəqin ki, bir zaman çəkəcək ki, bütün məlumatlar orada olsun. Və bunlar yekunlaşandan sonra təbii ki, bütün tibbi məlumatları artıq bir sistem vasitəsilə əldə edəcəklər və digər tutaq ki, hansısa tibb müəssisəsinin arxivinə müraciət etməyə ehtiyac olmadan bir sistem üzərindən əl çatan olacaq. Bu da işi xeyli asanlaşdırır. Həm həkim tərəfdən, həm də ki, pasiyent tərəfdən. Çünki həkimin də... saatlarla vərəqləyirsən. Bəli, həkimin də işi asanlaşacaq. Təsəvvür edeyim, mən hələ indi 60-70 yaşında insan demirəm. Elə 40 yaşında bir insanın həkimə gedəndə onun bu qədər ən azı bir yeniyetməlikdən 20 yaşından bu yana yaxşı da götürək. Bir 20 il analizlər var, onun hamısını artıq fiziki olaraq vərəqləmək mümkün deyil. Buna vaxta çatdırmaq mümkün deyil. Bayaq da danışdıq Sevinç xanım. Elektron reseptlər məsələn bizim üçün çox möhtəşəm bir yenilikdir. Onlayn qeydiyyat sistemləri artıq həyatımıza bizim daxil olub. Rəqəmsal əkiz anlayışı biraz elə bir adı da biraz fərqlidir də. Bunlardan daha fərqli, daha geniş imkanlar vəd edir də. Bu sistem adi elektron səhiyyə xidmətlərindən nə ilə fərqlənir və niyə məhz rəqəmsal əkiz adlanır? Maraqlı sualdır. Niyə məhz? Çünki ilk öncə qeyd edeyim ki, tibbi rəqəmsal əkiz ümumiyyətlə dünya təcrübəsində, beynəlxalq təcrübədə olan bir sistemdir və bu dünyada bir ilk deyil. Qeyd edeyim ki, mövcuddur.
rəqəmsal əkiz, tibbi rəqəmsal əkiz dedikdə bu insanın doğum anından, doğulandan həyatın sonuna qədər, hətta burada donor olma mərhələsi var ki, orqan bağışlama hissələrinə qədər bütün tibbi məlumatlarını bura analizlər, radioloji müayinələr, qan təhlilləri, müxtəlif tibbi müayinə nəticələridir, dərmanlardır, reseptlərdir, xəstəlik vərəqələridir, hansı xəstəxanadan ambulator çıxarışdır. Bütün bunların hamısı həmin tibbi rəqəmsal əkiz sistemində əks olunub, hətta həkim müayinələrinə qədər, müayinə nəticələrinə, diaqnozlarına qədər, hər hansı patologiya varsa patologiyaya qədər əks olunub və bu insanın bir növ tibbi əkizini təmsil etdiyi üçün elə adı da buradan yaranıb ki, onun bütün tibbi məlumatlarını əks elətdirdiyi üçün elə tibbi rəqəmsal əkizi hesab etmək olur. Mənə nə maraqlıdır Sevinç xanım, bu tibbi rəqəmsal əkiz sistemi, belə deyim də, hər kəsin özünə məxsus fərdi bir sistemdir. Amma bəzi hallar ola bilər ki, məsələn, həmin insanın o sistemə girişi olmasın, amma vacibdir o sistemə. Tamam ki, onu müayinə edən həkimin o sistemə girişi vacibdir. Yaxınları bunu daxil ola bilərmi o sistemə? Yəni müəyyən bir kodla, parolla bu necə tənzimlənir bu sistemə giriş ümumiyyətlə? Sistemə giriş qeyd edeyim ki, MyGov.id vasitəsilə ki, artıq bütün dövlət sistemləri bilirsiniz ki, MyGov.id ilə çıxışları təmin edilir. Eyni zamanda da tibbi rəqəmsal əkiz sistemində də bu qayda gözlənilir. MyGov.id vasitəsilə, bu da nədən ibarət? Onların şəxsiyyət vəsiqələrinin fin kodu və təyin etdikləri parol vasitəsilə daxil ola bilirlər. Qeyd edirəm ki, tibbi rəqəmsal əkiz sistemi ilk öncə sizin övladlarınız varsa şəxsin övladlarının məlumatlarına birbaşa çıxış əldə edə bilir. Yəni profil vasitəsilə övladlarının profilinə qoşula bilir. Hətta övladlar 18 yaşından yuxarıdırsa belə mümkündür. Yox, yaş 18-dən aşağı olanları əhatə edir. Yaş 18-dən yuxarıda artıq istəyə bağlı olaraq dəyişir. Çünki yaş 18-dən az olan uşaqlar adətən valideynlərin himayəsində olduğu üçün, bəli, onun tibbi məlumatları da valideyn birbaşa əl çatanda, eyni zamanda sizin valideynlərinizin də məlumatları sizin üçün əl çatan olur, ən yaxın qohumlarınızın. Birinci dərəcə. Bəli. Digərlərinin isə onun MyGov.id-si vasitəsilə əgər sizə etibar edərsə, onun vasitəsilə daxil olub həmin məlumatları əl çatan edə bilərsiniz. Amma 18 yaşından sonra övladlar özləri, valideynləri istəsə o icazəni ötürə bilirlər ki, valideynlər öz məlumatlarını və yaxud da əksinə valideynlər öz məlumatlarını övladlarına ötürə bilirlər. Sistem buna imkan verir. Məlumatların paylaşılmasına. Sevinç xanım, siz bayaq dediniz ki, həm özəl klinikalar və dövlət xəstəxanalarında artıq olacaq. Bəs maraqlı olan odur ki, həm özəl klinikalar, həm də dövlət xəstəxanaları tamamilə eyni sistem üzərindənmi işləyəcək? Yəni özəllər üçün ayrıca bir vahid sistem, dövlət klinikalar üçün ayrıca bir vahid sistem deyil, eləmi? Mən daha aydın olsun deyə bunu bir daha diqqətə çatdırmaq istəyirəm ki, ümumiyyətlə dövlət tibb müəssisəsi və yaxud özəl tibb müəssisəsi, onların çalışdıqları müəyyən bir xəstəxana proqramları var. Sadəcə olaraq tibbi rəqəmsal əkiz sistemi, onlar bu sistem üzərində işləməyəcəklər. Qeyd edim ki, onlar öz xəstəxana proqramlarını bu tibbi rəqəmsal əkiz sisteminə qoşacaqlar. Bu inteqrasiya vasitəsində ötürüləcək həm məlumatlar. Yəni bir həkimin, sadə dildə desək, hər hansı tutaq ki, qan analizi təhlil nəticəsidir, radioloji müayinə nəticəsidir və yaxud hər hansı digər müalicələrin nəticəsi, xəstəlik vərəqəsi açırsa budur. Bütün bunlar sistemə oturulduqdan sonra inteqrasiya verilibsə tibbi rəqəmsal əkiz sisteminə birbaşa elə bir həm də tibbi rəqəmsal əkiz sisteminə yazılmış olur həmin məlumatları ki, bu da artıq sizin profildə əks olunur, əgər sizə aiddirsə tibbi məlumatlar. Təşəkkür edirəm Sevinç xanım və bu sistemin bayaqdan da danışırıq ki, əsas məqsədlərindən biri fasiləsiz məlumat mübadiləsidir. Ümumiyyətlə, nə düşünürsünüz? Bu yanaşma özü müalicənin sırf artıq keyfiyyətindən danışırıq. Keyfiyyətinə təsir göstərəcəkmi? Necə təsir göstərəcək? Təbii olaraq keyfiyyətə təsir göstərəcək. Nə üçün keyfiyyətə təsir göstərəcək? Çünki biri var ki, siz müayinə olunursunuz və sizin keçmiş müayinələriniz barədə həkimin heç bir məlumatı yoxdur. O sizə bir müalicə təyin edəndə, bəli, müəyyən hallar var ki, o sizin keçmiş müayinə nəticələrinizi və yaxud da ki, tutaq ki, bu kardioloqdursa,
digər tutaq ki, nefroloqun məlumatları onun üçün lazım olur və məlumatları o necə əldə eləsin. Əgər tibbi rəqəmsal əks sisteminə məlumatlar əks olunubsa, həmin həkim həm digər sahə həkimlərinin təyin etdiyi müalicə nəticələrini, müayinə nəticələrini əldə edə bilir. Onlara qoyulmuş diaqnozlar, yazılmış müalicələr, hansı tutaq ki, müalicə müddətində həmin xəstə digər həkimlər tərəfindən yazılmış preparatlarının hansılarını qəbul edir və bu paralelində qəbul etdiyi preparatlarla hər hansı konflikt verə bilərmi? Bunu önləmək bir üçün sistemdir. Biz bayaqdan danışırıq. Baxın, biraz elə bir mövzunu biraz daha açdıqca çox daha dərinə gedirik. Daha xırdalıqlar var yəni təbii burada. ki, yəni bu əlverişli müalicə üsulunu daha effektiv etmək üçün, daha yaxşı nəticə əldə etmək üçün, xəstənin həm sağalmasını, həm sağalma dönəmindən sonrakı prosesləri daha yaxşı izləmək üçün məlumatların digər həm sahə həkimlər tərəfindən müəyyən edilmiş müalicə nəticələri, həm də elə həmin həkimin daha öncəki müayinə müalicələrinin nəticələri əlçatan olduğu üçün hər həkim də təbii olaraq bütün məlumatlar öncədən bütün pasientlər barədə yadda saxlaya bilməz və yaxud pasiyentə bütün məlumatları qoruya bilməz. 3-5 il bundan öncəyə qədər siz bayaq qeyd elədiyiniz kimi kağız daşıyıcıda saxlamaq olursa, bu illər keçdikcə həm kağız daşıyıcı keyfiyyətini itirəcək, həmin yazılar pozulacaq və yaxud da oxunmaz hala gələcək, həm də ki, bu əlavə resurs, əlavə inzibati yükdür ki, bu yükdən azad olmuş olursunuz. Yəni elektron sistemdə saxlanılır məlumatlarınız və istənilən zaman təhlükəsiz şəkildə ora çıxış əldə edə bilirsiniz. Çox təşəkkür edirəm Sevinç xanım. Bizi mütəmadi dinləyən aktiv dinləyicilərimizə, sükan arxasında olan sürücülərimizə səslənirəm ki, gəlin kiçik bir interaktiv sorğu edək. Aranızda artıq öz sağlamlıq məlumatlarını mobil tətbiqlər üzərindən izləyənlər varmı, yoxsa hələ də köhnə üsullara üstünlük verirsiniz? Yazın, bu texnologiya sizə necə belə deyim, sizdə necə təəssürat yaradır, suallarınız varsa hər birini vaxt itirmədən yazıb göndərə bilərsiniz. Və bir məlumat da nəzərinizə çatdırım ki, xəstələnən zaman evdən çıxmağa enerjiniz yoxdursa, çarə telefonunuz qədər yaxındır. iCheck mobil tətbiqini yükləyin və həkiminizlə oturduğunuz yerdən onlayn konsultasiya edin. Paşa Sığortanın könüllü tibbi sığortalı müştəriləri üçün bu keçərlidir. Beləcə nə vaxt itirirsiniz, nə də qəbul otaqlarında növbə gözləyirsiniz. Əziz şirkət rəhbərləri, işlərinizin vaxtını növbələrdə itirməməsi və hər an rəsmi tibbi dəstək alması üçün Paşa Sığortadan korporativ könüllü tibbi sığorta almağa tələsin. Ulduz 7000 nömrəsi ilə və ya Paşa Sığortanın rəsmi veb saytı, eyni zamanda rəsmi Instagram səhifəsi vasitəsilə də əlaqə saxlaya bilərsiniz. Sırada sual-cavab rubrikamız var. Daha sonra yenidən burada olacaq. Həkim gigiyenist uşaq və yeniyetmələrin gigiyenası üzrə hansı qanunlara əsaslanır? Uşaq müəssisələrində də nəzarət müvafiq qanunlara və qərarlara uyğun aparılır. Əksər uşaq müəssisələri dövlət tabeli olduğuna görə onlarda yoxlamalar planlı şəkildə aparılır. Uşaq müəssisələrinin binalarının tikintisindən başlayaraq istismara verilməsinə qədər orada uşaqların sayından asılı olaraq otaqların ölçülərinə, təbii və süni işıqlandırılmasına, isidilmə və ventilyasiya, su təchizatı və kanalizasiya sistemlərinə və digər gigiyena qaydalarına nəzarət aparılır. Həmçinin nəzarət uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərinin, onlara göstərilən tibbi sanitariya xidmətinin, sanitariya məişət təminatının, əmək və istirahət şəraitinin təmin olunması istiqamətində aparılır. Həkimlərimiz uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədi ilə kompleks profilaktika, diaqnostika və müalicə sağlamlaşdırıcı tədbirlərdən ibarət müşahidələr aparır. Sağlam səhər. Həyata sağlam baxış. Paşa Sığortanın sponsorluğu ilə Sağlam Səhər davam edir 93 FM-də. Saatlarımız 8:36-nı göstərir və bugün siz də bizim efrimizə qoşula bilərsiniz. Həqiqətən də vaxtı ikən belə deyim də Steve Jobs, Bill Gates boşuna demirdi ki, gələcəyin tibbi artıq qapımızdadır və bu tip tamamilə fərdidir. Yəni hamı üçün eyni müalicə yox, sırf sizin orqanizminizə, sizin rəqəmsal əkizinizə uyğun bir müalicədən söhbət gedir. Bu mövzu elə bir mövzudur ki, dostlar, bugün burada bəsit bir sual yoxdur. Çünki səhiyyədəki bu rəqəmsal inqilabın sizə toxunan tərəfləri maraqlıdırsa, deməli sual verməyə dəyər. WhatsApp-ımız 055 93 490
93-dür, odur ki, vaxt itirmədən siz də suallarınızı yazıb göndərə bilərsiniz. Sevinç xanım, ümumiyyətlə ələxüsusda ümumiyyətlə deyirik ki, insan işlədiyi sahədə çalışmalıdır ki, səhvə yol verməsin, səhv etməsin. Xüsusən biz hər zaman həkimlərlə də müzakirəmizdə deyirik ki, tibb ümumiyyətlə elə bir sahədir ki, faktlar indi doğrunu dəyişmir, amma gərək burada ümumiyyətlə Səhvi sevmir. Bəli, sevmir və səhv olmasın. Məlumatların doğruluğu, düzgünlüyü çox vacib məsələlərdən biridir. Çünki səhv bir məlumat yanlış qərarlara gətirib çıxara bilər. Bəli, təbii. Əgər bu sistemdən danışırıqsa, bugün bu tibbi rəqəmsal həkk sistemindən, sistemdə məlumat səhv daxil olunarsa, bu necə düzəldilə bilər? Çox yerində olan bir sual oldu açığı. Çünki bu məsələ çox önəmlidir. Hər hansı məlumatın səhvən ötürülməsi. Qeyd edeyim ki, burada məsələ təkcə tibb müəssisəsinə düşmür, eyni zamanda həmin vətəndaşın ki, pasiyent kimi çıxış eləyir, həm vətəndaşın da üzərinə müəyyən bir məsuliyyət düşür. Tibbi rəqəmsal həkk sistemi elə unikallığı, üstünlük cəhətlərindən biri də ondan ibarətdir ki, burada siz pasiyent olaraq özünüzdə səhv daxil edilmiş məlumatlarınızı bizim özümüzlə günah ola bilər bu. Bilirsiniz ki, onu düzəldilsin. Belə ki, tibbi rəqəmsal həkk sistemində bir bölmə hissəsi var ki, sizin müraciətlərim hissəsində. Orada sizə aid hər hansı tibb müəssisəsinə müraciətlər və yaxud da ki, sizin tibbi məlumatlarınız görsənə bilir. Siz ilkin daxil edildikdə o məlumatlar sadəcə 2 düymə ilə məlumat mənə aid deyil və yaxud da ki, məlumat təsdiqləyirəm kimi düymələr əks olunub ki, siz məlumat baxırsınız ki, sizə aiddir. Siz bu tarixdə bu tibb müəssisəsində bu müayinədə olmamısınız və siz məlumat mənə aid deyil düyməsinə klikləməklə həmin məlumatın sizə aid olmadığını təsdiq etmiş olursunuz ki, bu da avtomatik həmin hansı tibb müəssisəsi tərəfindən daxil edilibsə, onların sisteminə geri çağırış kimi gedir ki, onlar artıq məlumatın həmin şəxsə aid olmadığı, düzgün daxil edilməyib kimi onlar qəbul edərək bu belə deyək çağırışı və sistemdə uyğun düzəlişlər edirlər. Və digər bir maraqlı məqam ondan ibarətdir ki, beynəlxalq təcrübədə səhiyyə məlumatlarının standartlaşdırılması xüsusi bir önəm daşıyır. Siz də bayaq qeyd etdiniz ki, əslində bu sistemdir, elektron sistemdir, artıq dünyada, beynəlxalqda tətbiq olunan sistemlərdir və bu sistemlərin bir-biri ilə belə deyim də danışa bilməsi, əlaqədə olması bu standartlardan asılıdır. Yəni bu layihədə beynəlxalq standartların tətbiqindən də tez-tez danışılır və yanaşmanın səhiyyə sisteminə gətirdiyi bu yenilik nələrdən ibarətdir? Bəli, çox doğru qeyd etdiniz ki, burada sistemin təhlükəsizliyi məsələləri və beynəlxalq standartlara cavab verməsi əsas gündəm məsələdir. İlk başda da qeyd etdiyimiz kimi sistem yenilik deyil. Azərbaycanda yeni bir ilkdir, amma dünya təcrübəsində bir ilk deyil. Dünya təcrübəsində artıq tətbiq olunmuş bir sistemdir ki, bu da müəyyən beynəlxalq standartlarla dəstəklənir. O cümlədən də burada tibb sahəsində çox populyar olan FAIR standartları var ki, bu məlumatların strukturlaşdırılmış formada toplanmasını, saxlanmasını baza olaraq əks elətdirir ki, bu təhlükə həmin eyni zamanda nəzərə alsaq ki, burada məlumatlar digər sistemlərdən ötürülür. Burada təhlükəsizlik mübadilə məsələsi gündəmə gəlir. Həmin bu FAIR sisteminin də əsas başlıca məqsədlərindən biri ondan ibarətdir ki, həmin tibbi məlumatları ki, bu çox belə deyək titiz məsələdir ki, o həmin məlumatların təhlükəsiz şəkildə saxlanması, mübadilə edilməsini, qorusun. Konfidensiallıq baxımından, istərsə də digər məsələlər baxımından qorunmuş olacaq, təhlükəsizlik mübadiləsini təmin etmiş olacaq həmin bu FAIR standartları ilə həmin sistemə tətbiq edilməsi vasitəsilə. Sevinç xanım artıq kifayət qədər FAIR standartlarından danışdı, təhlükəsizlik necə qorunmasından, amma yenə də sizin şəxsi data, məxfilik və ümumiyyətlə bu sistemin işləmə mexanizmi ilə bağlı şübhələriniz varsa, suallarınız varsa, beyninizi qurcalayan müəyyən məsələlər varsa, hər birini vaxt itirmədən yazıb göndərə bilərsiniz. Sırada xəbərlər olacaq Gəlin Dünyada və ölkəmizdə səhiyyə sahəsində, tibb sahəsində baş verən ən son yeniliklərdən birlikdə xəbərdar olaq dostlar. Daha sonra efirimizə qaldığımız yerdən davam edəcək. Odur ki, dağğan dəyişməyin, biz efirdəyik. Sağlam radioda sağlam xəbər.
Ailə daxili münasibətlər uşağın psixoloji inkişafında mühüm rol oynayır. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin klinik uşaq psixoloqu Elnarə Baxışlının dediyinə görə, burada əsas məsələ yalnız valideynin necə biri olması deyil, eyni zamanda onun uşağa nə qədər əlçatan olması və emosional dəstək göstərə bilməsidir. Onun sözlərinə görə ailədə sevgi, qarşılıqlı hörmət, açıq ünsiyyət və səhvlərin sakit şəkildə müzakirəsi uşağın sağlam inkişafı üçün vacib amillərdir. Kalori hesablamaq hər zaman düzgün qidalanma üçün yetərli sayılmır. Mütəxəssislərin fikrincə, eyni enerji dəyərinə malik iki fərqli qidanın orqanizmə təsiri tamamilə başqa ola bilər. Araşdırmaçı Yeonun dediyinə görə, kalori göstəricisi qidanın nə qədər yağ, şəkər, lif və ya vitamin daşıdığını göstərmir. Onun sözlərinə görə qidanın emal səviyyəsi, insanın yaşı, yuxu rejimi və həzm xüsusiyyətləri də alınan enerjiyə birbaşa təsir edir. Stress bəzi insanlarda iştahı azaldır, bəzilərində isə əksinə artırır. Nevrologiya və oftalmologiya üzrə mütəxəssis doktor Mitu Staroninin dediyinə görə bunun əsas səbəblərindən biri beyinlə həzm sistemi arasındakı birbaşa əlaqədir. Onun sözlərinə görə stres zamanı vagus sinirinin fəaliyyəti dəyişir və bu da iştahın pozulmasına səbəb ola bilər. Bildirilir ki, qısa müddətli stres zamanı bəzi insanlar enerji ehtiyatını artırmaq üçün daha çox yeməyə meyllənirlər. Sağlam səhərdə sağlam həyatın dadını tapın. Sağlam səhər. Sağlam səhər. Sağlamlıq üçün lazım olan hər şey. Sponsor Başa Sığorta. Saatlarımız 8:50-ni göstərir və 93 FM-də eşidilirik. Əgər yaxın günlərdə siz də səyahət planlaşdırırsınızsa, gəzəcəyiniz yerlərlə bərabər rahatlığınızı da öncədən planlaşdırın. Səfər zamanı bagaj itkisi, qəfil tibbi xərclər, səfərin ləğvi və ya digər gözlənilməz hallarla qarşılaşdıqda tək olmadığınızı bilmək böyük bir lüksdür. Bu güvəni isə sizə standart və premium paket seçimləri ilə ehtiyacınıza tam uyğun şəkildə Paşa Sığorta bəxş edir. Beləliklə, səfəriniz harda olursa olsun özünüzü daha güvəndə hiss edəcəksiniz. Paşa Sığortadan səyahət sığortanızı almaq üçün harasa getməyə də ehtiyac yoxdur, vaxt itirməyə də qətiyyən ehtiyac yoxdur. Olduğunuz yerdən daxil olun Paşa Sığortanın rəsmi veb-saytına, cəmi 2-3 dəqiqəyə sığortanızı onlayn şəkildə alın. Və zamanımız o qədər sürətli keçir ki, sağlam səhərinə bugün biz belə deyim də beynin və gələcəyin tibbini qonaq etdiyimiz buraxılışın artıq 1-ci saatın sonuna yaxınlaşırıq. İndiyə qədər gələn mesajlarımızın çalışdıq ki, hər birini səsləndirək, amma sualınızı yazmağa tərəddüd edirsinizsə, görəsən mənim sualımı oxuyarlarmı deyə düşünürsünüzsə tərəddüd etməyin dostlar, yazın, göndərin. Hər birini mütləq şəkildə biz efirdə səsləndirəcək. Çünki bugün tibbi rəqəmsal əkiz sistemindən, yeni bir sistemdən danışırıq. Rəqəmsal Səhiyyə Mərkəzi mütəxəssisi Sevinç Məhərrəmova bizim qonağımızdır. Sevinç xanım, kifayət qədər əslində bu sistemdən danışdıq. Bizim artıq ilkin anlayışlarımız bu sistem haqqında formalaşdı və mən çox istərdim ki, regionlarda yaşayan vətəndaşlar üçün gəlin bir etiraf eləyək ki, tibbi xidmətlərə çıxış bəzən daha çətin olur və rəqəmsal həllər bu fərqi azaltmaq potensialına malikdirmi? Rayonlarda yaşayan vətəndaşlar üçün sistem hansısa bir üstünlüklər yaradacaqmı? Sualınız üçün təşəkkür edirəm. Bəli, təbii ki, nəinki regionlarda yaşayan bütün vətəndaşlar üçün yəni məsafədən tibbin təmin edilməsi məsələsidir, tibbi məlumatların əlçatan olması məsələsidir. Tibbi rəqəmsal əkiz sisteminin əsas prioritetlərindədir. Qeyd edeyim ki, qeyd etdiyiniz kimi regionlarda uzaqda yaşayan əhalidə tibbi rəqəmsal əkiz sisteminin üstünlüklərindən istifadə edəcək. Necə ki, onlar tibb müəssisələrinə müraciət edirlər, onların təkrarçılıqda olsa, bütün tibbi müayinə nəticələridir, analizlər, radioloji müayinələri, diaqnozları, reseptləri, xəstəlik vərəqələri və s. kimi tibbi məlumatların olması ilə yanaşı, çıxış əldə edə bilmələri ilə yanaşı, eyni zamanda burada e-randevu sistemi var. Həkim qəbuluna elektron qeydiyyat adlanır. Bu artıq bəzi tibb müəssisələrində artıq tətbiq edilməyə başlayıb. Tibbi rəqəmsal əkiz sisteminin daxilində də bu sistem mövcuddur və bütün tibb müəssisələri, təbii ki, həkimlər bu sistemə qoşulmaqla da həmin onların qəbullarını elektron qaydada pasientlərin yazılmasını təmin etmiş olacaqlar. Qeyd edeyim ki, pasient həkim qəbuluna elektron qaydada yazılmaqla
onun fiziki müayinəsinə cəlb olunmaqla yanaşı həm də elə elektron qaydada yazılıb, həm də onunla onlayn müayinə, Teletip xidməti dediyimiz konsultasiyalar mümkün olacaqmı? Bəli, elə bu e-randevu sistemi üzərindən həkimə video zəng vasitəsilə də həkimin onlayn müayinəsində olacaq teletip dediyimiz. Orada həkim necə? Məsələn, tamam ki, bu insanın ehtiyacı var. Bir məsələn terapevtdən qəbul alsın. Söhbətində onun şəxsi daima getdiyi terapevtdən söhbət getmir. Ümumiyyətlə, o sistem necə bunu müəyyənləşdirəcək? Həmin müddətdə sistemdə hansı terapevtin qəbulunda pasiyent yoxdursa, boşdursa, yəni mənə çox maraqlıdır ki, seçim o an necə olacaq orada? Nəyə əsasən seçiləcək terapevt? Yəni onunla konsultasiya eləyəcək. Burada seçim müxtəlif istiqamətlərdədir. Birinci, sizə lazım olan ərazi, lokasiya baxımından seçim eləyə bilirsiniz. Tip məsələsi, eləcə də lap sizə yaxın ərazi olmasın və şəhərin, ölkənin istənilən nöqtəsindən siz həkim qəbuluna yazıla bilirsiniz. Təbii ki, orada qeyd edeyim ki, sistemdə həkimlər öz qəbulları üçün uyğun vaxtları müəyyən ediblər və həmin sistemə siz daxil olanda artıq tutaq ki, terapevtin müayinəsinə yazılırsınızsa və onun qəbul günləri, saatları, uyğun vaxtı sizə seçirsiniz ki, həmin həkim öncədən təyin edib və yazılmaqla siz həm onun fiziki müayinəsinə qoşula bilirsiniz. Həm də onlayn konsultasiya. Bəli, həm də onlayn konsultasiyaya qoşula bilirsiniz. Video zənglə həkimin uyğun olduğu, qeyd elədiyi vaxt uyğun olaraq tibbi müayinə ala bilirsiniz. Mükəmməl bir sistemdə həqiqətən daha nə istəyə bilərik ki? Sistemdən danışarkən ümumiyyətlə biz həmişə bu xüsusi sistemlərdən, xüsusi hallardan danışanda xroniki xəstəliklə yaşayan insanları da unutmuruq Sevinç xanım. Çünki onlar üçün mütəmadi nəzarət və davamlı məlumat axını həmişə olduqca belə deyim həyati əhəmiyyət daşıyır. Bu baxımdan mən düşünürəm ki, rəqəmsal sistemlər onların da həyatını xeyli asanlaşdıra bilər, amma necəsini burada siz deyəcəksiniz ki, xroniki xəstəliyi olan insanlar üçün sistem hansı rahatlıqlar yaradacaq? Xroniki xəstəliyi olan insanlar üçün burada təbii ki, bütün pasiyentlər kimi, bütün vətəndaşlar kimi onlar da sistemin üstünlüklərindən istifadə etməklə yanaşı qeyd edim ki, burada həm də dərmanlar bölməsi var ki, tutaq sırf mən xroniki xəstəliyi olan insanlar barədə danışmaq istəyirəm ki, onlar hər hansı preparatlar mütəmadi olaraq qəbul edirlər. Və yaxud da ki, onların tibbi cihazları var ki, üzərlərini gəzsin, nə bilim, bu şəkərli diabet üçün nəzərdə tutulmuş olan həmin qanda şəkərin miqdarını ölçən cihazdan tutmuş və təzyiq ölçən cihazlara qədər istənilən digər cihazlara ki, onun üzərində gəzdirdiyi, tutaq ki, o nəsə bir xəsarət alıb dizində nəsə bir əlavə bir implant var və yaxud da ki, digər bütün bu cihazlarda sistemdə qeyd olunub. Bu bir tərəfdən, ikinci bir tərəfdən dərman preparatlarını xəstə özü daxil eləyə bilir. Tutaq ki, mütəmadi olaraq hansı preparatı qəbul edir və bunu sistemə daxil etməklə orada dərman vasitəsinin qəbulu vaxtlarını, saatlarını, dozalarını seçməklə sistem vasitəsilə xatırlatma əldə edə bilir ki, həmin dərman vasitələrinin qəbul mütəmadi vaxtlarını unutmasın. Bu da onun üçün verdiyi bir üstünlük hesab oluna bilər. Təşəkkür edirəm Sevinç xanım. Dostlar, saatın sonuna yaxınlaşırıq. Siz də bizi dinləyin və suallarınızı yazın. İkinci saatımızda yenidən eşidiləcək. Dalğanı dəyişməyin, diqqətiniz bizdə olsun. Sağlam səhər, həyata sağlam baxış. Sponsor Başa Sığorta. Başa Sığortanın sponsorluğu ilə artıq Sağlam Səhərin ikinci saatındayıq. Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmova ilə bugün tibbi rəqəmsal əkiz sistemindən danışırıq. Sizin də suallarınız varsa yazıb göndərə bilərsiniz. Sevinç xanım, ümumiyyətlə bu laborator nəticələrdir, rentgen və digər tibbi görüntülər bu sistemdə daima saxlanacaqmı? Bəli, qeyd edeyim ki, hal-hazırda belə bir məhdudiyyət çərçivə qoyulmayıb. Təbii ki, əgər nəzərə alınıbsa bu tibbi rəqəmsal əkiz sistemidir və insanın doğum anından etibarən onun həyatının sonuna qədər olan bir həyat mərhələsini əhatə edən bir sistemdir. Təbii olaraq ki, bu onun həyatı boyu keçmiş olduğu bütün müayinə mərhələlərini əks etdirən bir sistemdir və məlumatlar da burada qalıcıdır. Süni intellekt, böyük məlumatlar və analitik həllərin inteqrasiyası gələcəkdə səhiyyə xidmətlərinin göstərilməsi necə dəyişə bilər?
Qeyd edeyim ki, elə tipli rəqəmsal əki sisteminin mövcud olması, burada məlumat toplusunun cəmlənməsi, elə gələcək səhiyyə sahəsində süni intellektin tətbiq edilməsi məsələlərini həm gündəmə gətirmiş olur, həm də ki, bir baza rolunu oynamış olur. Bildiyimiz kimi süni intellekt adətən bu texnologiyalar, süni intellekt tətbiq edildiyi texnologiyalar ümumiyyətlə istər səhiyyə, istər bütün sahələrdə burada əsas məsələ bir məlumat bazasının olmasıdır. Elə tipli rəqəmsal əki sistemi özü də bir məlumat bazası rolunu oynayır ki, burada cəmləşən bütün fərdi sağlamlıq məlumatları da gələcəkdə süni intellekt texnologiyalarını tətbiq etməsinə böyük fürsət vermiş olacaq, böyük vüsət qazandıracaq. Gələcəyin texnologiyasını, yəni sizin, mənim, hər birimizin bioloji belə deyək də nüsxəsini yaradan tibbi rəqəmsal əki sistemini biz bugün müzakirə edirik. Mövzumuzun fəlsəfəsini, bizə toxunan tərəflərini isə bu sahəni belə deyim də tam mərkəzindən gələn bir mütəxəssis, rəqəmsal səhiyyə mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova izah edir. Addım-addım təhlil edir desək daha doğru olar. Sualınız varsa gecikmədən bizə qoşulun, çünki söhbətimiz olduqca maraqlıdır və sizin də bizim mövzumuza, müzakirəmizə qoşulmağınızı istərdik. Xəstəliklərin erkən mərhələdə belə deyim aşkarlanması, Sevinç xanım, heç sir deyil ki, bir çox hallarda əslində həyat qurtaran amildir və rəqəmsal sistemlərdə düşünürəm ki, bu sahədə yeni imkanlar yaradır. Bu sistem gələcəkdə xəstəliklərin erkən aşkarlanmasına kömək edə bilərmi? Bəli, təbii olaraq sistem qeyd elədiyim ki, bütün tipli məlumatlar burada əks olunduğu üçün burada gələcəkdə bütün tipli məlumatlar, sizin bütün tipli müayinə nəticələrinin sistemdə əks olunduğu üçün o hardasa gələcəkdə hansısa bir xəstəliklərin müşahidə vasitəsilə hansısa bir xəstəliklərin erkən diaqnozunun qoyulması, müəyyən edilməsi ki, bunun preventiv tədbirlərin tətbiq olunması mümkün olacaq. Çünki burada bütün sahələrdə olan tipli müayinələr əks olunduğu üçün həkim üçün də bir növ bu tipli məlumatların əlçatan olması vasitəsilə onda bir müəyyən bir təsəvvür yaranır və bu gələcəkdə təkcə bugünkü müayinə nəticəsinə deyil, gələcəkdə tibb elminin inkişafına da böyük töhfə vermiş olacaq. Çünki onlar müəyyən xəstəliklə paralelində hansı simptomları gətirir, hansı diaqnoz əsasında hansı xəstəliklər hansı mərhələyədək irəliləyir, sistem analitik baxımdan imkan verəcək ki, bunu gələcəkdə tibb elminə töhfə verən şəxslər, tibb elminin araşdırılması ilə məşğul olan mütəxəssislər müəyyən edə bilsinlər, təhlil edə bilsinlər. Pandemiya dövrü Sevinç xanım əslində bizə kifayət qədər göstərdi ki, operativ və düzgün məlumat mübadiləsi çox böyük həyata əhəmiyyət daşıyır. Pandemiya və fövqəladə hallarda belə platformaların tək olmasın, amma deyir ki, yəni pis şey deməsən yaxşı şey olmaz, şər deməsən xeyir gəlməz misalından bir yola çıxsaq, pandemiya və fövqəladə hallarda belə platformaların üstünlüyü nə olacaq? Məsələn, birincisi mənə görə bunun onlayn olmasıdır. Hətta həkim konsultasiyasını belə çox bilirdinizdə, yəni çox məhdud sayda məsələn biz icazə alırdıq, icazə ilə çıxırdıq, qayıdırdıq. Amma belə hallarda həqiqətən ən azından məsələn bu bir ilk deyəcəyimiz bir şey onlayn konsultasiyanın olması. Bəli, təbii ki, qeyd elədiyiniz pandemiya xüsusi hallar ki, fövqəladə hallar vəziyyətində bu artıq analitik məsələlərə yönəlmiş olur. Çünki burada ölkə əhalisinin burada qeyd eləmək lazımdır ki, Səhiyyə Nazirliyinin əsas funksiyalarından biri də əhali sağlamlığının monitoringi, təhlilinin aparılması və onların sağlamlıq səviyyələrinin müəyyən edilməsidir. Bu sistem də imkan verəcək ki, belə hallar baş verərsə ki, bu arzu olunmazdır, amma ki, mümkün ola bilər, heç nə qaçılmaz deyil ki, biz bunu artıq yaşamışıq. Bu hallarda sistemin analitik xüsusiyyətləri devrəyə keçir və sistemdə cəmlənmiş məlumatların monitoringi, təhlili vasitəsilə ölkədə əhali
sağlamlığının müəyyən səviyyəsini müəyyən etmək olur. Tutaq ki, bir hansısa bir xəstəliyi varsa, bu Bəli. hər hansısa bir siqnallar yaradırsa ki, təhlükədir. Müəyyən etmək olur ki, hansı bölgədə, hansı sıxlıqda, hansı xəstəliyə yoluxma halları var və bu hansı səviyyədədir, hansı yaş qrupunu əhatə edir, hansı cinsdən olan, hansı ərazidə kompakt cəmləşmiş olan əhaliyə aid məlumatlardır və bu da sistemin analitik tərəfləri baxımından təhlil edilməsi mümkün olacaq məsələlərdir. Sevinç xanım, tibbi rəqəmsal əkiz sistemi yalnız məlumat toplamaq üçün deyil, həm də belə anladım ki, bir qərar qəbul etmə mexanizm kimi də təqdim olunur və bu istiqamətdə isə hansı imkanlar formalaşacaq? Bəli, haqlısınız. Qərar qəbul etmə mexanizmi formalaşması üçün ilk öncə onun məlumatların təhlil edilməsi lazımdır. Sistemin də analitik xüsusiyyətləri imkan verir ki, sistemdə toplaşmış olan həmin o məlumatlar müəyyən mənada hansısa bir sahə üzrə analiz edilsinlər, onun düzgün monitorinq edilib, təhlil edilməklə müəyyən bir qərarların qəbul edilməsinə, data əsaslı qərarlar deyil, məlumat əsaslı, məlumat bazalı qərarların qəbul edilməsində müstəsna rol oynayacaqdır. Siz də yazın, suallarınızı göndərin. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Bəzən elə gəlir ki, fantastik filmlərdə gördüyümüz vizual dünyalar bizdən çox uzaqdadır, amma inanın gələcək bizim təxmin etdiyimizdən də daha sürətlidir. Bizə qoşulan bütün dinləyicilərimizi bir daha salamlayırıq və bugün tibbi rəqəmsal əkiz sistemindən danışırıq. Sırada Sağlam Şəhər rubrikamız var, ardınca yenidən efirdə olacaq. Bakı vaxtı ilə saatlarımız demək olar ki, artıq 9:20-ni göstərir. Filosoflar deyir ki, həyat idarə edə bilmədiyimiz təsadüflərin cəmidir. Bəs kasko sığortası avtomobilinizi hansı təsadüflərdən xilas edir? Məyər bilmirsinizsə, o zaman radionun səsini biraz daha qaldırın. Digər maşınla toqquşma, üstünə bir əşyanın düşməsi, heyvanların vurduğu zərər, üçüncü şəxslərin oğurluq, soyğunçuluq və ya qarət əməlləri, yanğın, partlayış, həmçinin zəlzələ, fırtına, qasırğa, dolu, sel, daşqın, torpaq sürüşməsi və leysan risklərindən. Sürücülərə bu rəsmi qalxanı isə əlbəttə ki, Paşa Sığorta təqdim edir. Paşa Sığortadan tam kaskoyla təqsir kimdə olursa olsun, zərər tam ödənilir. Məlumat üçün Ulduz 7000 nömrəsi əlaqə saxlayın və ya Paşa Sığortanın veb-saytı, eyni zamanda rəsmi Instagram səhifəsi vasitəsilə də vaxt itirmədən əlaqə saxlaya bilərsiniz. Bugün studiyamızda isə sanki bir zamanın səyahətinə çıxmışıq. Mövzumuz səhiyyədə, hətta deyərdim ki, inqilab edən tibbi rəqəmsal əkiz sistemidir. Yəni xəstəxanalarda növbədə gözləmək, qovluq kağız daşımaq dövrünü bitirən, insan bədəninin rəqəmsal əksini yaradan böyük bir sistemdən danışırıq və bugün bizim bələdçimiz Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmovadır. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Siz də suallarınızı yazın, göndərin. Sevinç xanım, biz birinci saatımızda qeyd etdik ki, xaricdə bəzən olur bizim vətəndaşlarımız səyahətə gedəndə ya hansısa bir hallarda bir müalicə alırlar və ya xarici ölkələrə üz tuturlar. Nəticədə onların tibbi məlumatları ölkə daxilindəki sistemdən biraz kənarda qalır. Xaricdə müalicə alan vətəndaşlar öz tibbi məlumatlarını sistemə əlavə edə biləcəklərmi? Bəli, qeyd edeyim ki, tibbi rəqəmsal əkiz sistemində belə bir hissə var, şəxsi sənədlərim hissəsi var. Həmin hissə həmin pasiyentə və istifadəçiyə imkan verir ki, o hər hansı xarici ölkədə əgər müalicə alıbsa, hər hansı bir sənəd, sertifikat ona təqdim edilibsə, PDF faylda həmin sistemə şəxsi sənədlər hissəsinə yükləyə bilir. Bu da imkan verir ki, həmin sənəddə, baxmayaraq ki, bu xaricdə müayinənin nəticəsidir və yaxud da müəyyən bir tibbi sənəddir, həmin sistemdə əks olunacaq və bu da onun həkimi üçün əlçatan olacaq və eyni zamanda özü üçün təhlükəsiz saxlanacaq. Səhiyyədə şəffaflıq məsələsi həmişə müzakirə olan mövzulardandır və həm xidmət keyfiyyətinin artması, həm vətəndaş məmnuniyyətinin yüksəlməsi təbii ki, əsas amillərdən biridir. Rəqəmsallaşma bu istiqamətdə ciddi vədlər edirmi? Yəni bu sistem səhiyyədə şəffaflığın artmasına necə təsir göstərəcək? Bəli, təbii ki, bütün səhiyyə sistemləri kimi necə ki,
digər reseptlərdir, xəstəlik vərəqələridir. Şəffaflığın təmin edilməsi başlıca funksiyadır. Elə bütün məlumatların da burada şəffaf şəkildə əks olunması, yəni fərdi sağlamlıq məlumatlarından söhbət gedir və onun da sistemdə əksini tapması elə özü də bir şəffaflığın göstəricisidir. Burada bütün müayinə nəticələri şəffaf şəkildə əlçatanda həkimlər üçün, mütəxəssislər üçün, eyni zamanda pasientlərin özü üçün və bu da onlar üçün şəffaflığı da təmin etmiş olur. Qeyd edeyim ki, mən də öncədən məncə biz bunu vurğulamamışdıq. Bir üstünlüyü də var ki, sistemin burada simptom yoxlayıcı tip rəqəmsal əkil sistemində mövcuddur. Tutaq ki, siz ya xəstə özünüzü hiss edirsiniz və yaxud da heç bir xəstəliyiniz yoxdur, amma müəyyən bir narahatçılığınız var. Simptomlarımız var. Məsələn, başım ağrır, mədəm ağrır, ürəyim bulanır. Bəli, müəyyən şeylər özünüzü hiss edirsiniz və mütəmadi olaraq istəyirsiniz ki, biləsiniz ki, bu nə ilə əlaqəlidir. Simptom yoxlayıcıda həmin simptomları daxil edirsiniz və sonda o sizə bir müəyyən diaqnozu kimi bir ehtimallar çıxardır hardasa. Düzdür, hesab etmək olmaz ki, bu son nəticədir və sizin diaqnozunuz. Amma yenə də bir ehtimallar üzərindən insan bilir də həkim müayinəsinə qədər o sizi bu simptomların nə ilə əlaqə olduğuna dair bir təsəvvür vermiş olur ki, bu da bir üstünlükdür hesab edirəm. Çox təşəkkür edirəm bu üstünlüyü də bizlə bölüşdüyünüz üçün. Amma texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, belə deyim də, cəmiyyətin bütün təbəqələrinə bəzən əlçatan olmur. Yaşlı insanlar var və yaxud da texnologiyadan az istifadə edən şəxslər var da. Onlar üçün də demək olarmı ki, bu sistem sizə də əlçatandır? Bəli, hər kəs üçün əlçatandır. Fərqi yoxdur. Bu insan yaşlıdır, gəncdir, uşaqdır. Hər kəs üçün əlçatandır. Sadəcə olaraq əgər kimlərinsə tutaq ki, məsələn, mobil tətbiqlərdən gedirsə, mobil cihazlardan gedirsə, mobil cihazlar kim üçünsə mövcud deyilsə, onun yaxınları vasitəsilə öz məlumatlarını əldə etmiş olar və həm də ki, tip rəqəmsal əkil sisteminin onlara təqdim etdiyi üstünlüklərdən də istifadə edə bilər. Övladları vasitəsilə, birinci dərəcəli qohumları, yaxınları vasitəsilə təbii ki. Dinləyicilərimizin sualları var. Mən istərdim ki, o suallarla davam edək. Ən çox düşündürən məsələlərin biri, düzdür, biz artıq 2 saata yaxındır müzakirə eləsək də, ümumiyyətlə insan təbiəti elədir ki, insan təbiəti biraz inamsızlığa daha meyillidir. O son istədiyi cavabı almayana qədər rahat olmur. 1594 nömrəli dinləyicimiz yazır ki, mən fərqli klinikalarda müayinə olmuşamsa, bütün analizlərim və tibbi tarixçəm bir yerdə görünəcəyimi Sevinç xanım? Bəli, təbii ki, sistemin yaradılma səbəblərindən biri də odur ki, bütün məlumatlar bir sistemdə cəmlənsin ki, bir sistem üzərindən də hər kəsə əlçatan olsun. İzləyicinin narahat edən o məsələ ki var, onun fərqli, istər özəl, istər dövlət tip müəssisəsində olan məlumatların əlçatanlığı təbii olaraq. Bugün mən sizə deyə bilmərəm ki, bugün hər kəs üçün bütün harda müayinə olunubsa, biz danışırıqsa bunu, sözünüzü kəsmiş olaram, bu yeni bir sistemdir dostlar və necə ki bu elektron resept də yəni ilk gəldi, biraz bütün sistemlər belədir. Yəni bu biraz zaman alır, amma yəni ki biləsiniz ki, artıq bu sistem var, fəaliyyətdədir. Siz də çox rahatlıqla bu sistem haqqında öyrənə bilərsiniz. Buyurun Sevinç xanım. Bəli, təbii ki, və mütəmadi olaraq məlumatlar digər tip müəssisələrini, özəl dövlət tip müəssisələrini də sistemə əlaqələndirilməsi vasitəsilə bütün məlumatlar cəmlənmiş olacaq ki, bu da imkan verəcək siz bütün keçmiş tipi tarixçənizi öyrənmiş olacaqsınız. Sevinç xanım, Rəqəmsal Səhiyyə Mərkəzinin ümumiyyətlə özünün bir elektron platforması varmı? Məsələn, bizi dinləyən dinləyicilər bu məlumatları da məsələn oradan ala bilərlərmi? Yeri gəlmişkən, əgər qaçırmısınızsa dostlar, YouTube-da da bizim verilişlərimiz yayımlanacaq. Sadəcə Sağlam Radio adı ilə axtarın və bizim kanalımızı tapın. Ola bilər ki, ötürmüsünüz hansısa bir incə məqamları təkrar dinləyə bilərsiniz. Sevinç xanımın çıxışını və digər efirlərimizi də onu da demiş oldum. Bəli, sırf tipi rəqəmsal əkil sistemi ilə bağlı trace.ehealth.gov.az-da əlçatandır. Bu tətbiqi eyni zamanda həm
App Store-dan, həm də Google Store-dan yükləyə bilirlər mobil cihazlarına tətbiq olaraq və istifadə edə bilirlər. MyGov ID ilə qeydiyyatdan keçəcəklər və tətbiqdən istifadə edə biləcəklər. Təşəkkür edirəm Sevinç xanım. Sonuncu fasiləmizə ayrılırıq dostlar, sual-cavab rubrikasına. Birazdan yenidən buradayıq. Diqqətiniz bizdə olsun, dağğanı dəyişməyin. Tibb müəssisələrində tibbi xidmət alan vətəndaşların hüquqları nədən ibarətdir? Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əsasən pasiyentin hüquqları aşağıdakılardır. Müvafiq diplom və sertifikata malik olan tibb heyəti tərəfindən müayinə və müalicə olunmaq, təxirə salınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə profilaktika mütəxəssisini seçmək, sanitariya gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələrin aparılmasını tələb etmək, tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək, tibbi müdaxilədən imtina etmək, hüquq və vəzifələri haqqında sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək, daxili qaydalar pozulmamaq şərti ilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır. Pasiyentin hüquqları pozulduqda o, müalicə profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Sağlam səhər. Həyata sağlam baxış. Artıq verilişimizin son hissəsinə keçid alırıq və Sevinç xanımla müzakirəmizə dinləyicilərimiz də artıq qoşulub. Odur ki, siz də suallarınızı yazıb göndərə bilərsiniz. Bir dinləyicimiz də sual var. Sevinç xanım, gəlin onu da səsləndirim. Deyir, mənim tibbi məlumatlarıma kimlər baxa biləcək və buna nəzarət etmək imkanım olacaqmı? Yəni, özüm nəzarət edə biləcəmmi? Bəli, təbii ki, sizin tibbi məlumatlarınız, fərdi sağlamlıq məlumatlarınız yalnız sizə aid olan məlumatlardır və bu məlumatlara sizin izniniz olmadan heç kimsə çıxış edə bilməz. Məlumatların da kiminləsə paylaşılmasına təbii olaraq siz nəzarət edəcəksiniz. Çünki tibb rəqəmsal həkk sistemində belə imkan var ki, məlumatlarınızı paylaşa biləsiniz və məlumatın paylaşılması funksiyası ilə siz həmin məlumatları istər həkiminizlə, istərsə də yaxınınızla paylaşa bilirsiniz. Sevinç xanım, tibbi məlumatların mərkəzləşdirilməsi səhiyyə xidmətlərinin sürətinə necə təsir göstərəcək? Səhiyyə xidmətlərinin sürətinə dedikdə, təbii ki, bütün səhiyyə xidmətləri rəqəmsallaşmağa doğru gedirsə, bu yalnız müsbət haldır. Çünki sizin məlumatlarınız hər hansı fiziki səy göstərmədən, bu elə vaxtın özünə nə qədər qənaət deməkdir əslində. Belə həm vaxtınıza qənaət edirsiniz, həm məsafəyə qənaət edirsiniz, həm də ki, məlumatlarınız daha uzun müddətli və daha təhlükəsiz şəkildə əlçatan olur. Kağız daşıyıcıda olmur və rəqəmsal platformada olur. Bu da sizə imkan verir ki, istədiyiniz an, istədiyiniz yerdə səyahətdə ola bilərsiniz. Tutaq ki, hansısa bir ölkəyə, xaricə səyahət eləmisiniz və anidən həkim müayinəsinə müraciət etməli olursunuz və o həkim də bilmək istəyir ki, siz hansı müayinələrdən keçmisiniz və hansı problemləriniz var, hansı diaqnozlarınız var. Siz sadəcə olaraq sistem vasitəsilə həm məlumatları həmin həkimə ötürməklə, paylaşmaqla daha keyfiyyətli tibbi müayinənin, müalicənin aparılmasına
vasitəçilik etmiş olursunuz, həm də ki daha keyfiyyətli müalicə özünüz üçün təmin etmiş olursunuz təbii olaraq. Sevinç xanım, heç sir deyil ki, artıq demək olar ki, hər birimizin qolunda ağıllı saatlar var və biz onlarla hətta bir də gördünüz müəyyən proqramlar vasitəsilə gecə yuxumuzun keyfiyyətli olub-olmasını da ölçürük, nə bilim ürəyimizin döyüntüsünü də ölçürük. Çox maraqlıdır ki, bu sistem gələcəkdə ağıllı saatlar və ya olsun digər sağlamlıq cihazları ilə inteqrasiya oluna bilərmi? Bəli, nəinki gələcəkdə, hal-hazırda da əgər sizin sağlamlığınızı ölçən, qeyd etdiyiniz ağıllı saatlarınız və yaxud digər cihazlarınız varsa, sistem imkan verir ki, həmin cihazları həm sistemə qoşa bilirsiniz birbaşa. Ki məlumatlar birbaşa ötürülsün, həm də əgər bu sizin üçün əlverişli deyilsə, siz özünüz də həm məlumatları mütəmadi ölçdüyünüz məlumatları həmin sistemə daxil edə bilirsiniz. Tibbi hissədə, tibbi cihazların qoşulmasına bağlı. Məsələn, bir vətəndaş olaraq götürüm mən özümü də, bu sistemin istifadəsinə başlamaq üçün nə etməliyəm? İlk olaraq hardan başlamalıyım? Vətəndaş olaraq başlamaq sadəcə olaraq mobil tətbiqi öz cihazınıza yükləməklə, tibbi rəqəmsal əkil sistemi, siz həmin tətbiqin istifadəsinə başlaya bilirsiniz. Təbii MyGov ID vasitəsilə giriş edirsiniz və sizin bütün məlumatlarınız, müayinə, müalicə nəticələriniz sistemdə əks olunur. Çox təşəkkür edirəm Sevinç xanım. Bu mövzunu bizimlə bölüşdüyünüz üçün, həqiqətən bu yeniliyi bizim radiomuz vasitəsilə dinləyicilərimizə çatdırdığınız üçün. Vətəndaş baxımından yanaşsaq sonda, sistem tam tətbiq edildikdən sonra insanların ilk hiss edəcəyi dəyişiklik nə olacaq? Vətəndaş baxımından yanaşdıqda insanların ilk hiss edəcəyi şey tibbi sağlamlıq məlumatlarına təhlükəsiz çıxışın təmin edilməsi və eyni zamanda onların məlumatlarının müalicə həkimləri ilə də əlçatan olması vasitəsilə daha keyfiyyətli, daha təhlükəsiz müalicə prosesinin aparılmasının təmin edilməsi, daha keyfiyyətli təhlil aparılmasına imkan verilməsi, vətəndaş bütün məlumatlarını sistem üzərindən özü üçün əlçatan edəcək və öz müalicə, müayinə həkiminə də həm məlumatları təhlükəsiz şəkildə paylaşmaqla daha keyfiyyətli müalicəyə nail olacaq. Çox təşəkkür edirəm Sevinç xanım, çox minnətdaram sizə. Amma yenə də bir demək istədiyiniz varsa dinləyicilərimizə bir tövsiyəniz, buyurun, söz sizdədir. Mən təşəkkür edirəm. Bəli, mən tövsiyəm ondan ibarət olar ki, bütün tibb müəssisələri, eyni zamanda da vətəndaşlar öz tibbi məlumatlarını, sağlamlıq məlumatlarının sisteminə əks olunmasını tələb etsinlər. Təbii ki, müayinə olunduqları zaman və diqqət etsinlər sistemi onlar öz mobil cihazlarına tətbiqi yükləməklə nəzarət etsinlər və əgər hər hansısa tibbi məlumat onlara aid deyilsə, anında bunu aşkar edərək bildirsinlər və sistemin təkmilləşməsinə birlikdə iştirakçı rolunda çıxış etsinlər. Çox təşəkkür edirəm bir daha Sevinç xanım, minnətdaram. Canlı yayın boyu bizimlə olan sualları ilə proqramımızı canlandıran bütün aktiv dinləyicilərimizə və təbii ki, dəyərli qonağımız Sevinç Məhərrəmovaya sonsuz təşəkkür edirik və efirimizi yavaş-yavaş yekunlaşdıracaq. Lev Tolstoyun Hərb və Sülh romanında vurğulandığı kimi deyir, ən böyük güc vahid komanda olmaqdan gəlir. Kiçik və orta biznes sahibləri komandanızı qorumaq üçün artıq vaxt itirməyə də ehtiyac yoxdur. Paşa Sığortanın könüllü tibbi sığortası ilə əməkdaşlarınızı hətta istəsəniz onların ailə üzvlərini də asanlıqla sığortalaya bilərsiniz. İşçi sayına və təminat məbləğinə uyğun olaraq 4 fərqli sığorta proqramından yararlana bilərsiniz. Bu korporativ imkanı 213 manatdan başlayan qiymətlərlə Paşa Sığorta təklif edir və əldə etmək üçün sadəcə Paşa Sığortaya bir zənginiz kifayətdir. Ulduz 7000 nömrəsindən söhbət gedir. Gələcəyi təxmin etməyin ən yaxşı yolu deyirlər onu yaratmaqdır və bugün öyrəndik ki, rəqəmsal səhiyyə mərkəzi məhz bizim gələcək sağlamlığımızı bugün yaradır və qoruyur. Söhbət əlbəttə ki, bugün müzakirə